Azərbaycan futbolu üçün həyəcanlı həftə başlayır. Ölkəmizi Avropa kuboklarında təmsil edən Sabah, Qarabağ və Zirə Cavab qarşılaşmalarında növbəti mərhələyə vəsiqə uğrunda meydana çıxacaq. İlk olaraq 14 iyul çərşənbə axşamı Bakı vaxtı ilə saat 21:30-da Sabah Uelsin TNS komandası ilə səfərdə qarşılaşacaq. İlk oyunda qazanılan üstünlüyü qorumaq komandanın əsas hədəfidir. Ardınca 16 iyul cümə axşamı Bakı vaxtı ilə saat 20-də Zirə Gürcüstanın Torpedo Kutaisi komandası ilə cavab maçına çıxacaq. Paytaxt təmsilçisi uğurlu nəticə ilə növbəti mərhələyə yüksəlmək istəyir. Günün son oyununda isə Qarabağ İslandiyada Vestri ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 17 iyul gecə saat 00-da başlayacaq. Ağdam təmsilçisi ilk oyunda qazandığı 3-0 hesablı qələbənin üstünlüyü ilə meydana çıxacaq. Azərbaycan azarkeşləri yenə də komandalarımızdan uğurlu nəticələr gözləyir. Ümid edək ki, təmsilçilərimiz Avropa yolunda daha bir addım ataraq növbəti mərhələyə vəsiqə qazanacaqlar. Kanala abunə olmağı unutma.